Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana xarici ölkələrdən 39 milyon 978 min dollar dəyərində 5668 ton kərə yağı ixal olunub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında ixal olunan kərə yağının miqdarı 5,4% və ya 290,4 ton artıb. Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-mart aylarında ixal olunan kərə yağının gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 36% bahalaşıb. Belə ki, kərə yağının 1 kiloqramının gömrük dəyəri ötən ilin yanvar-mart aylarında 5,2 dollar olduğu halda bu ilin ilk 3 ayında 7 dollar təşkil edib. Azərbaycan kərə yağını ən çox İrandan ixal edib. Bu ölkədən Azərbaycana 3 ay ərzində 2248 ton kərə yağı gətirilib. Ən az miqdarda kərə yağı isə İtaliyadan ixal olunub, cəmi 240 kiloqram. Qeyd edək ki, ötən ilin eyni dövründən fərqli olaraq bu ilin ilk 3 ayında Azərbaycana Səudiyyə Ərəbistanından da kərə yağı ixal olunmağa başlanılıb. Yanvar-mart aylarında bu ölkədən 308,2 ton kərə yağı gətirilib. Bu ilin yanvar-mart aylarında ixal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının gömrük dəyəri belə olub.